Bu gün həmişəyaşıl Yapon gəlmə şovunun unlu şey xəstəliyi haqqında danışırıq. 8 aprel 2025-ci il. Bildiyiniz kimi, Yapon gəlmə şovunda ən çox məşhur göbələk xəstəliklərindən biri də unlu şey xəstəliyidir. Keçən ildən qalan xəstəliyi mən sizə göstərirəm. Bu xəstəlik unlu şey xəstəliyidir. Biz keçən il bu xəstəliyi bloklamışıq, yəni inkişaf fazasında inkişafının qarşısını almışıq və belə olduğu təqdirdə başqa yarpaqlar da sağlam qala bilir. Hal-hazırda bu dekorativ bitkidə Yapon gəlmə şovunda unlu şey xəstəliyi müşahidə edilmir. Yarpaqları parlaq, xəstəliksiz inkişaf edir. Bu günlərdə ən yaxşı mübarizə kükürt tərkibli, məsələn, Cumulus, Tihovijet bu kimi pestisitlərdən istifadə edib yarpaqdan tətbiq etməyiniz məsləhətdir. Və ya profilaktik sistem təsirli pestisitlərdən də istifadə etmək olur. Məsələn, mən birinin adını yuxarı hissədə qeyd edirəm.